Vah, vah, vah. Heç belə səslər çıxaran müəllim olar, sinfi necə idarə edəcək? İdarə edə bilərmiş, məhz Hiçki filmində bunu görə bilərik. Məhz bu film real hekayə əsasında çəkilib və sağlam bağlar qurmağın, çətin şagirdlərlə işin aparılmasının ən möhtəşəm nümunələrindən biridir. Öyle görünüyor ki yoklamadan çok benim rahatsızlığımla ilgileniyorsunuz. Öyleyse onunla başlayalım. Bende Tourette sendromu var. Tourette sendromu nörolojik bir rahatsızlıktır. Beyindeki nöron bağlantıları gevşediği zaman küçük şoklar yaşanabiliyor. Vah vah. Bunun gibi. Burada nə görürük? Anında reaksiya. Kilam. Bu buradayım efendim. Yıkatmışım değil mi ha? Öyle görünüyor ki yoklamadan çok benim rahatsızlığımla ilgileniyorsunuz. Müəllim ona qarşı edilən məsxərəni görməzdən gəlmir, anında reaksiya göstərir və xəstəliyi haqqında məlumat verir. Hə, mən nə edərdim? Ad çəkmədən öncə ilk növbədə öz xəstəliyim haqqında məlumat verərdim. Beləliklə, sinifin bəzi şagirdləri artıq mənim nəyə görə belə səslər çıxartdığımı bilərdilər və məsxərə səviyyəsi daha da enə bilərdi. Şərhlərdə yazın görək, sizcə müəllim bu iki situasiyada doğru reaksiya göstərdimi, yoxsa yox?